Salam uşaqlar, axşamınız xeyir. Bugünkü dərsimiz Python proqramlaşdırma dilidir. İlk dərsimizdə Pythonla bağlı Python proqramlaşdırma dilini əvvəlcə yükləməyi sizə göstərim. Hər hansı bir brauzerə daxil olursunuz. Daxil olduqdan sonra axtarış sitəsinə sadəcə Python yazırsınız. Python yazdıqdan sonra birinci açılan python.org saytına daxil olursunuz. Buradan doğrulantı hissəsindən Windows seçib kompüterinizə Python proqramlaşdırma dilinin son versiyasını yükləyə bilərsiniz. Yüklədikdən sonra axtarış sitəsinə start menusundan başlayın. Axtarış sitəsinə Python və edu yazaraq Python proqramlaşdırma dilinin pəncərəsini aça bilərsiniz. Python proqramlaşdırma dilinin iki pəncərəsi var. Bu pəncərə interpretator pəncərəsidir. Yəni sətir-sətir kodları yoxlayır, icra olunur. İkinci bir pəncərə new file'dan açılan redaktor pəncərəsidir. Redaktor pəncərəsi isə kompilator adlanır. Burada bütün kodları yazdıqdan sonra icra olunur və sonunda səhvlər ortaya çıxır. Biz əsasən istifadə edəcəyik idle shell pəncərəsindən, yəni interpretator pəncərəsindən. Bu pəncərədə kodlar 3 böyük bir işarəsinə, buna çağırış işarəsi də deyilir, başlayır. Əvvəlcə sadə əməliyyatları icra eləyək Python proqramlaşdırma dilində. Birinci dəyişənlərdən danışaq. Python proqramlaşdırma dilində dəyişənlərə qiymətlər mənimsədilir. Dəyişənlərin adlarında bəzi qaydalar var. Hansı qaydalar var, onları qeyd edirəm. Dəyişənlərin adlarında ancaq hərf ola bilər və rəqəm, bir də altdan xətt ola bilər. Yəni ancaq hərflərdən, rəqəmlərdən və altdan xəttdən istifadə edə bilər dəyişən adında. Başqa heç bir simvoldan, işarədən istifadə etmək olmaz. İkinci bir qaydamız nədir? Dəyişənlərlə bağlı, adları ilə bağlı. Dəyişən adlı mütləq ad ya hərfdən başlamalıdır, ya da alt xəttdən başlamalıdır. Yəni heç bir dəyişən adı rəqəmlə başlaya bilməz. Dəyişən adında rəqəmdən istifadə edə bilərik, amma rəqəmlə başlaya bilməz. Gəlin buna aid bir dənə nümunə yazaq. Deməli, yazıram A dəyişəni. Dəyişən adı bir hərfdən də ibarət ola bilər, bir neçə hərfdən də ibarət ola bilər. Amma əsasən qısa olmalıdır ki, biz ondan çağıranda, istifadə edəndə, üzərində hesablamalar aparanda, ona müraciət edəndə daha tez icra oluna bilsin. A və bilirik ki, bu riyaziyyatda bərabər bir işarəsi Python proqramlaşdırma dilində proqramlaşdırma dilində bərabərdir yox, mənimsətməli. Yəni A dəyişəninə mənimsət. A-yı mənimsədirəm, altı qiymətini. Baxın, enter klavişinə baxsan kimi aşağıya getdi. Bu interpretator pəncərəsi olduğuna görə, əgər burada bir xəta olsaydı, dərhal göstərəcəkdim. Dəyişənin adı hərflə başladı. Aha, indi yenə rəqəmlə başlayıram. 6A bərabər 5 yazmaq istəyirəm. Aşağıya verən kimi, enter düyməsini sıxan kimi sintaksis error çıxır və səhvimizdə bizdə qırmızı, belə deyək də, işarə alır. Çünki dəyişən adı rəqəmlə başlaya bilməz. Amma gəlin A6 bərabərdir 5 yazsam, bu zaman heç bir xəta verilməyəcək. Və ya altdan xətt A bərabərdir 5 yazsam, bu zaman da xəta verilməyəcək. Çünki alt xəttlə başlaya bilər. Bundan əlavə bilirik ki, proqramlaşdırma dilində böyük hərf və kiçik hərf fərqlidir. Böyük hərf və kiçik hərf fərqlidir. Niyə görə fərqlidir? Çünki ümumiyyətlə informatikada bu belədir, ASCII cədvəlində də belədir və algoritmdə də belədir, Pythonda da belədir. Məsələn, bir dənə nümunə yazıram buna uyğun. Deməli, yazıram. Baxın, A bərabərdir 5 yazmışam. Düzdür? A bərabərdir 5 yazmışam. Gəlin nümunə belə yazalım. A bərabərdir 5. Enter klavişini çıxardım. İndi mən A-nın qiymətini ekrana çıxartmaq istəyirəmsə, böyük A yazsam, bassam Enteri, xəta verəcək dərhal. Niyə görə xəta verəcək? Çünki mən balaca A dəyişəninə 5 qiymətini mənimsəmişəm. Amma çağıranda böyük A-nı çağırıram. Baxın, yazılıb name error. Deyir ki, sən böyük A-nı əvvəlcədən müəyyənləşdirməmisən. Ona heç bir dəyişən, heç bir qiymət mənimsətməmisən. Sən balaca A-dan danışırsan, yəni bunu demək istəyir. Deməli, mən A bərabərdir 5 yazıramsa, kiçik A-nı, əgər mən istəyirəmsə A dəyişənin qiymətini ekrana çıxardım,
O zaman elə balaca A-nı yazacağam, Enter Correction basacağam. Bu zaman 5 ekrana çıxacaq. Bununla bağlı bitdi. Baxın, burada PDF-də də var. Böyük kiçik hərf fərqlidir. A və B bir-birinə xətt dəyişənlərdir. Rəqəmlə başlaya bilməz, alt xəttlə başlaya bilər. Bir də Python proqramlaşdırma dilində qadağan olunmuş müəyyən adlar var. Hansı adlardır bu adlar? Bunlar xüsusi komandalar. Yəni, xüsusi dəyişən adlardır. Məsələn, if, while, else, elif və s. Niyə görə bunlar olmaz? Çünki if əgər deməkdir. Biz şərt qurarkən bundan istifadə edəcəyik. While dövrü operatorudur. Else əks halda deməkdir. Elif isə if ilə else'in birləşməsidir. Yəni, bunlar xüsusi bir komandalar olduğuna görə biz bunları kiçik hərflərlə yazılıb görürsünüz, istifadə edə bilmərik ad kimi. Amma böyük hərflərlə olan variantdan istifadə edə bilərik. Çünki böyük hərflə kiçik hərf fərqlidir. İnteger ədədlərin tiplərinə əsasən bu günləri biz 4 dənə tipi öyrənəcəyik. Birinci tipimiz integer tipi, tam ədəd tipi, float tipi, həqiqi ədəd tipi, string tipi, list tipi. Bundan əlavə burada kompleks tipi var, bir də set çoxluqlar tipi var. Gəlin əvvəlcə bir integer tipi haqqında məlumat verim. Integer tipi nədir? Integer tipi qısaca int yazılır. Integer ədədlər mənfi, vergül, müsbət, tam ədədlərdir. Tamdır. Məsələn, hansı ədədlərdir integer ədədlər? 5-dir, mənfi 5-dir, 10-dur, mənfi 34-dür. Tam ədədlərdir integer ədədlər. Məsələn, nümunəni yazıram. A bərabərdir 5. Mən də deyirəm ki, bunun tipini öyrənmək istəyirəm. Baxın, yazıram type, mötərizə açıram, yazıram A. Yəni A-nın tipi nədir? A dəyişənidir. Enter basan kimi yazır class int, yəni sinfi integer tipi. İkinci bir tipimiz var. Bu da string tipidir. Setləri kimi yazır. String tipi tək dırnaq və ya cüt dırnağın daxilində yazılır. Yəni tək və cütün daxilində yazılan bütün ifadələr, bütün rəqəmlər, hərflər, hər biri string tipdədir. Yəni, baxın, dırnaq içində 5, string tipdədir. Və dırnaq içində alma string tipindədir. Ümumiyyətlə, biz sözləri mütləq dırnağın içərisində yazmalıyıq. Çünki onlar sətr tipindədirlər. Baxın, deyə bilərsiniz ki, məndə 2 dənə dırnaq var, bir də bir dənə dırnaq var, fərqi nədir? Fərqi budur. Əgər siz birinci bir dırnaq açmışsınızsa, bir dırnağını da qapatmalısınız. 2 dırnaq açmışsınızsa, 2 dırnaqla qapatmalısınız. Yəni, string tipi yazın. Yazıram A bərabərdir, dırnaq içində 6. İndi soruşuram type-a, yəni A-nın tipi nədir? Baxın, çıxacaq class seteri, yəni string tipi. Uşaqlar, burada deyə bilərsiniz ki, məndə yuxarıda 5 idi, A-nın qiyməti aşağıda isə dırnaq içində 6 oldu. Necə oldu axı bu? Necə dəyişə bilər? Baxın, dəyişən nə deməkdir? Dəyişən adından da məlum olduğu kimi, yəni qiyməti dəyişə bilən kəmiyyətlər dəyişənlər deyilir. Baxın, A-nın qiyməti əvvəl 5 idi, sonra dırnaq içində 6 oldu. Ən son A dəyişənini biz nə qiymət mənimsətmişimsə, A dəyişəninin qiyməti odur. Ona görə bunlara dəyişənlər deyilir. Üçüncü bir tipimiz var. Bu tipimizdə bizim deməli float tipidir. Float tipi nədir? Mənfi, müsbət, kəsr ədədlərdir. Məsəl üçün, 10,5, mənfi 3,4. Bunlar float tipinə aiddir. Nümunə yazıram A bərabərdir 9,67. İndi deyirəm type A. A-nın tipi nədir? Type A. Class float tipi. Dördüncü bir tipimiz bizim siyahı tipi, yəni list tipi. List nədir? List kvadrat mötərizənin daxilində yazılan ifadələrdir. Listin içərisində nə ola bilər? Yəni, siyahının içərisində nə ola bilər?
Baxın, siyahının elementləri nələr ola bilər? Siyahının elementi integer ola bilər. Siyahının elementi sətr ola bilər. Siyahının elementi float tipində ola bilər. Siyahının elementi siyahı ola bilər. Baxın, bu bizim list siyahı tipimizdir və onun elementləri fərqli elementlər ola bilər. Heç bir problem yox. Gəlin yazaq. A bərabərdir. Siyahının içərisində yazıram elə 1, 2, 3. İfadəsini yazıram. İndi deyirəm type. Üzrlüsən, type 9 yazdım. Type class list, yəni siyahı tipi. Bu da bizim ədədlərimizin tipləridir. İndi keçən növbəti görək nə var burada. Bunu yekunlaşdırdıq. Keçən növbəti isə tiplərimiz var. Əsasən bu tiplərimiz var. Digərləri də lazım oldu, izahlayacağım. Sonra hesab əməllərinə baxaq. Hansı hesab əməllərimiz var Python proqramlaşdırma dilində? Deməli, hesab əməllərimiz var. Burada bunu da qeyd edeyim ki, uşaqlar, bu DS işarəsi rəy yazmaq üçündür, şərh yazmaq üçündür. Yəni, proqramistlər proqramlarda proqram yazarkən çoxlu proqram yazırlar. Yəni, kodlar yazırlar daha doğrusu. Bu kodlarda bəzi mövzular üçün qeydiyyat aparırlar. Və məsələn, gələn dəfə o kodun üzərində işləyəndə o qeydiyyatı nəzərə almaq istəyirlər, belə deyək. Bunun üçün DS-dən istifadə edirlər. DS işarəsindən sonra yazılan heç nəyi proqram görmür, icra olunmur, görünməz kimi bir şeydir. Sadəcə olaraq proqramı yazan üçün qeydiyyat aparmaq məqsədi ilə istifadə olunur. Ona görə deyirlər ki, mənim sizlərdən yazırsınız, dırnaqsız bütün sertifiklərini. Niyə görə xəta vermir? Çünki proqram bunu icra edərkən görünür. Mən şərh yazdım. Hansı hesab əməlləri var? Yazaq deməli, hesab əməlləri. Hesab əməllərimiz var. Toplama, çıxma, riyaziyyatda olduğu kimi vurma, qüvvətə yüksəltmə. Baxın, bunun qarşısına yazıram. Qüvvət. Bundan əlavə bölmənin 3 forması. Kəsir formasında bölmə, kəsir bölmə. Yəni, alınan ədəd kəsir ədəd olur. Tam bölmə, alınan ədəd tam ədəd olur. Bizdə keçmişdə sizdən faiz işarəsindən bölmə. Bu da qalığı tapır. Bu bizim hesab əməllərimiz. Gəlin işarə göstərək. Toplama çıxmanı göstərmirəm, vurmanı, qüvvəti göstərirəm. A bərabərdir 6, B bərabərdir 8, birində A vurulsun B, 48. Birdir başa 6 vurulsun 8 yaza bilərəm, bu da 48 edəcək. Bundan əlavə qüvvəti göstərim. Aha, A bərabərdir 4, B bərabərdir 3. Deyirəm indi A 2 dənə ulduz B. Yəni, ikinci yazılan, birinci yazılanın qüvvətində yazılır. 4-ün üzərində 3, qüvvətində 3, 60. Sonra bundan əlavə bölmədən yazaq. Aha, 10 bölünsün 4, 2,5 kəsir bölmə. 10 2 dənə bölünsün 4, 2 xətlə 2 tam hissə götürülür. 10 bölünsün faiz işarəsinə, bu dəfə faiz işarəsinə yazaq 6 olacaq 4. 10 faiz işarəsini eləyəcək, onu 6-ya böləndən sonra yerdə qalan qalığı yazır. Bu da bizim hesab əməllərimizdir. Bundan əlavə bir dənə deməli qüvvətin sözdən qarşılığı var. Yəni POV var. POV nədir? POV ilə, baxın POV A virgül B və qüvvət deməkdir. Yəni bərabərdir qüvvətə. Sadəcə sözdən yazılışır. İcra eləyək. Yazıram POV mötərizənin içərisində 3,4. Yəni bu deməkdir ki, ikinci yazılan qiymət birinci yazılanın qüvvətində yazılır. 3-ün qüvvətində 4 olacaq 81. Bundan əlavə burada div mod da var. Div mod. Görəcəksiniz div modu suallarda. Ayrıca yazsaq, div nədir? Div bərabərdir A bölünsün tam B. Bəs mod nədir?
Mod da bərabərdir A bölünsün faizlə B. Yazaq. Yazıram div mod 10,6. Birinci nə edəcək? 2 dənə qiymət çıxartacaq. Onu 6-ya böləcək. Tam hissə neçədir? 1. Onu 6-ya böləcək. Qalıq hissə neçədir? 4. 1,4 çıxacaq. 1,4. Bu da bizim hesab əməllərimizdir. Sonra gəlirik aşağıya. Bu ABC nədir bəs? Uşaqlar ABC-ni də birdən izahlayaq. ABC nədir? Deməli, ABC də modul deməkdir. Yəni, yazmışam A bərabərdir -5. Deyirəm ki, ABC A. Riyaziyyatda modul necədir? Burada da eynidir. Neyniyəcək? Mənfi edəcək. Modulun içərisində müsbətə çevirəcək. Bu da ABC-nin funksiyasıdır. Bu getdi. Uşaqlar, belə bir şeyə baxaq, bəzi qısa yollara baxaq. Biz məsələn sizlə həmişə yazmışıq. Biz həmişə sizlə yazmışıq, elə indi də yazdıq. Məsələn, A bərabərdir A plus B. Mən A ilə B-ni cəmləmək istəyirəm. Siz bunu bu formada da yaza bilərsiniz. Bu formada da yaza bilərsiniz. Və ya bunu qısaldılmış formada belə də yaza bilərsiniz. A plus bərabərdir B. Bunu görəndə çaşmayın. Bunlar bir-birinə ilə bərabər anlayışlardır. Bərabərdirlər. Baxın, bu elə o deməkdir ki, bunun içi belədir. A bərabərdir A plus B deməkdir bunun içi ilə. Eynidir. Yəni bir dənə yazımı göstərim sizə. Bax, yazdım A bərabərdir 5, B bərabərdir 6. İndi hər iki formada yazıram. Yazıram A bərabərdir A plus B olacaq 10. Görək, A-nı çıxardım. Olacaq 11. Deyirəm indi A plus bərabərdir B. A-nı çıxardım. Burada A-nın qiyməti 11 olmuşdu axırıncı dəfə. B-nin qiyməti 6, 17 elədi. Dəyişmədim. Göstərmə sırasında bu deyildi. Baxın, belə də yazaq bir dənə. A bərabərdir 5, B bərabərdir 6. Orada A-nın qiyməti dəyişdi, B dəyişdi. A plus bərabərdir B yazsam, A-nı çağırsam 11 eləyəcək. Yəni, ola bilər ki, siz suallarda bəzən görə bilərsiniz bu formada A plus bərabərdir B vergül. A vurma bərabərdir B. Sonra A, sonra deməli, bölmə bərabərdir, nə bilim, çıxma bərabərdir B. Bunları görəndə çaşmayın. Elə bu A bərabərdir A plus B-dir. A bərabərdir A vurur B-dir. A bərabərdir açıq B-dir. Yəni. Bundan əlavə sətirlərin üzərində əməklərə baxaq. Demişdik ki, əsasən 4 tip öyrənirik biz. Gəlin bu tiplər üzərində müəyyən əməllərə baxaq. Deməli, əvvəlcə 2 sətrin üzərində hansı əməliyyatları icra edə bilərik və ya fərqi yoxdur 10 sətr. Sətirlə sətr ancaq mən toplaya bilərəm. Baxın, yazıram A bərabərdir dırnaq içində alma, B bərabərdir dırnaq içində. Eyvah. Mən bunları neyini yaparım? Bunu buna vura bilmərəm. Yəni, 2 sətri vurmaq olmaz. Bölmək olmaz, çıxmaq olmaz. Sadəcə toplamaq olar. Yazıram A plus B. Alma heyva. 2 sətri toplayanda ikinci sətri birinci sətrin sonuna yazılır. Sonra və sətrin integer tiplə toplaya bilərəm. Xeyr. Yazıram A bərabərdir yenə alma. Dırnağı qapadım. B bərabərdir 8. Və sanki A plus B xəta verəcək. Çünki mən string tiplə integer tipi toplaya bilmərəm. Integer stringi ancaq stringlə, yəni sətr tipini ancaq sətr tiplə toplaya bilmərəm. Amma integer tipi string tipə vura bilmərəm. Yəni A bərabərdir. Əgər mən alma yazdım, bir dəfə A yazdım. B bərabərdir 5 yazsam, A vurulsun B yazsam, o zaman integer tipin sayı qədər sətr təkrarlanacaq. Yəni 5 dənə A yanaşı yazılacaq. Baxın. Deməli, burada bir qeydiyyat aparıram sizin üçün. Qeyd edin dəftərinizə. Integer sadəcə stringə vura bilərəm.
sadəcə. Float tipi nə edə bilərəm? Float tipi integer tipdən toplaya bilərəm. Amma nəticə həmişə float olacaq. Float'u integerə vura bilərəm. Nəticə həmişə float olacaq. Bax, A bərabərdir yazsam 2. B bərabərdir 2.3. İndi deyirəm ki, A plus B 4.3. Görürsünüz, integer ilə float'u topladım, nəticə float oldu. Deyirəm indi A vurulsun B 4.6. A bölünsün B icra olunacaq, yəni heç bir problem yoxdur. Deməli, nə edə bilərəm? Qeyd edirəm, integerlə, yəni integer tiplə float tipi toplayıb, çıxıb, sonra bölüb, vura bilərəm. Problem yoxdur, vura bilərəm. Sonra baxaq başqa nə qaldı burada. Siyahıların toplamasına baxaq. Siyahıların toplamasının necə nə var? Deməli, siyahıları toplamaq üçün iki siyahını toplayanda sətirlərdə olduğu kimi iki siyahının toplanması A bərabərdir 1,2,3. Bu bir siyahıdır. B bərabərdir. Açılan kvadrat nöqtə, düz calı nöqtəcə və ya kvadrat nöqtəcə 1,2,3. Sonra bir dənə burada nə isə qoymalıyız, dərhal xəta verəcək. Ona görə həmişə yoxlayın. İki siyahını toplayanda ikinci siyahı birinci siyahının sonuna yazılır. 1, 2, 3, dırnaq içində 1, 2, 3. Bu ilk 3 integer tipdədir, son 3 isə keçək indi hesab əməllərinə. Kompleks ədədləri izah çünki bizim proqramımızda yoxdur. Müqayisə operatorları hansılardır? Müqayisə operatorlarımız hansılardır? Yazaq. Müqayisə operatorlarımız böyükdür, kiçikdir, bərabərdir. Baxın, qeyd edirəm. Bu bərabərdir. Bundan əlavə nida bərabərdir. Bu da bərabər deyil. Demək. Bundan əlavə böyükdür, bərabərdir. Yazıram. Böyük və ya bərabər. Bundan əlavə kiçikdir, bərabərdir. Yazıram. Kiçik və ya bərabər. Bu da bizim müqayisə operatorlarımızda. Bundan əlavə true ilə false da var, ona da baxaq. True və false. True ilə false nə deməkdir? True doğrudur, false da yalandır. Məsələn, deyirəm ki, 5 böyükdürmü 6-dan? Deyəcək false, yox, yalandır. Deyirəm ki, 6 böyükdürmü 4-dən? Deyəcək true, doğrudur. Yəni, müqayisə işarələrini istifadə edərək doğrudursa, yəni bizim müqayisəmiz true çıxacaq, əks halda false çıxacaq. Bundan əlavə and və orada var. And-dən or nə demək? Baxın, and və deməkdir və deməkdir. Sadəcə bir dəfə doğru olur. Sadəcə bir dəfə doğru olur. Hər iki şərt doğru olanda. Baxaq. Deyirəm, 6 böyükdürmü 7-dən və 3 böyükdürmü 2-dən. Baxın, birinci şərtim yalandır, ikinci şərtim doğrudur. Amma and-dən sadəcə bir dəfə doğru olur, hər ikisi doğru olandır. Bu mənə false verəcək. Amma desəm, 7 böyükdürmü 6-dan? And 3 də böyükdürmü 2-dən? Bu mənə true verəcək, çünki hər ikisi doğrudur. Bəs or necə işləyir? Or isə və ya deməkdir. Bir dəfə yalan olur. Hər iki tərəf yalan olanda. Hər iki şərt yalan olanda.
Gəlin baxaq. Yazaq 7 böyükdürmü 6-dan? Olur. 5 böyükdürmü 6-dan? 7 6-dan böyükdür, amma 5 6-dan böyük deyil. Amma orada bir dəfə yanlış olur, hər ikisi yalan olanda. Biri doğru olduğuna görə bu tərəf doğru olacaq. Amma desəm ki, 6 böyükdürmü 7-dən? Olur. 7 böyükdürmü 8-dən? Hər ikisi yanlış olduğuna görə bana verəcək false. Müqayisə operatorları da bu qədər. Bundan əlavə bir dənə mənimsətmədən danışım, bitirək. Mənimsətmə işarəsi bizdə. Baxın, sizə keçən dəfə dedim, 1 bərabərdir, riyaziyyatda biz bərabərdir deyirik, amma bu mənimsətmədir. 2 bərabərdir isə bərabərdir. Yəni, mən A mənimsətmə 5 yazıramsa, bu A dəyişəninə 5 qiymətinin mənimsədilməsidir. Bayaq dərsdə bir müddət sizin üçün apardım. Dedim, fikirləşin ki, bir qabın içinə siz gətirib bir kasanın içərisinə bir yumurta qoyursunuz. Bu zaman qab yumurtaya çevrilmir. Sadəcə nədir? Qabın içində yumurta var. O yumurtanı götürüb, ora bir portağal qoyursunuz. Bu dəfə qabın içində portağal olacaq. Mənimsətmə operatoru da budur. Yəni, sən dəyişənə axırıncı dəfə hansı qiyməti mənimsətmisənsə, onun qiyməti də odur. Bu, ona görə A mənimsətmə 5 deməkdir. Bəs deyərsiniz ki, mənimlə bərabərdir, harda istifadə olunur? Bərabərdir, müqayisə operatoru olaraq istifadə olunur. Yəni, şərtdə. Mən deyirəm, A bərabərdirmi 5-də? Baxın, deyirəm, A-ya qiyməti mənimsət 5-i. Deyirəm, A bərabərdirmi 5-ə çıxacaq, true. Sadəcə şərt olaraq yoxlanılır bu bərabərdir işarəsi. Bu qədər dərslə bağlı uşaqlar. Dərsin qeydiyyatını göndərəcəm sizə, qeydlərimi də göndərəcəm. Dərsə baxın, ondan sonra misalları yazın.